Görək olar deyənə də baxsaq, olar deyən həqdir, ya biz deyən. Sabit edirik ki, biz deyən həqdir. Hətta onların kitablarıyla. Məsələn, əlan bu Qur'an-ı Kərimdir. Kullu Qur'an-ı Kərim 6200 ayədir. Baxın, bu ayeyi 248-ci ayədir Sure-i Mübarək-i Bəqərədən. Bəqərənin 248-ci ayəsi. Bəli. Burada səriyəhən deyir ki, qalu li nəbiyyin ən ləhum ib'əth lənə məlikən nuqatil fi səbilillah. Ümməti Bəni İsrail getdilər peyğəmbərlərinin yanına, dedilər, məlik, imamı sən təyin elə. Bu Qur'anın məntiqidir. Daricada deyir ki, həmun peyğəmbər Talutu Allahın tərəfindən istədi. Aya sən kimi səlah bilirən ey Allah? Mən istəyirəm ümmətə imam müərrif eləyəm. Kimi müərrif eləyim? İnnəllaha. Gənə yazıb ki, Xudavənd dəstur verdi o peyğəmbərə, mən Talutu intiqab elədim. Bu da Qur'an'da da. Burada qiyas, yəni müqayisə tamamilə xətalıdır. Biz qəbul edirik ki, Talutun seçimi Allah tərəfindən olub və bu, Qur'anda açıq aydın adı ilə zikr edilib. Lakin əhl-i sünnə alimləri soruşur. Əgər Həzrəti Əli radiyallahu anhunun xilafəti də Talut kimi Allah tərəfindən təyin edilibsə, niyə Qur'anda Talutun adı açıq gidəldiyi halda Həzrəti Əlinin adı bir dəfə də olsun keçmir? Talutun hökümdarlığı vəhiy ilə bildirildi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmdən sonra isə vəhiy kəsildi. Rəhbərlik məsələsi şura, yəni məsləhətləşmə əsasına keçdi. Quran buyurur, onların işi öz aralarında məsləhətləşmə ilədir. Əgər Allah Əlini radiyallahu anhunu adına təyin etsəydi, səhabələr buna qarşı çıxmazdı. Pəs Qur'an bunu bizə nəqildir, ya istir deyək ki, tamam ənbiyanın qanunu bu cürdur. Yəni Əli ibn Əbi Talibi peyğəmbər əgər müərrif eləyib, təzə bir sözdür, qanun bu cürümüş. Həzrəti Adəm, Həzrəti Habili müərrif elədi. Bir də bu mənim xəlifəmdir. Qabil vurdu, öldürdü. Həzrəti Nuh, Sam əleyhissalam müərrif elədi. Durustdur. Həzrəti İbrahim, İsmail əleyhissalam müərrif elədi. Həzrəti Musa, Yuşəyi müərrif elədi. Həzrəti İsa, Şəmun İbn Səfanı müərrif elədi. Bu mətni Qur'anımızdır, rivayatımızdır ki, əhl-i sünnət nəql eləyib. Ağa, peyğəmbərlər fəqət deyə bilər, mənim yerimdə əyləşən kim olsun? Xob, nə cür oldu, növbət